Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması davam edir. Bugün səhər saatlarında Biləcəri Dəmir Yol Vağzalından yola salınan 11 vaqon taxıl Ermənistana çatdırılması üçün göndərilib. Rusiyadan Ermənistana Azərbaycan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçirilib. Artıq Rusiya-Azərbaycan-Ermənistan marşrutda yüklərin daşınması mütəmadi hal alıb. Bu isə regionda sülh gündəliyinə uyğun olaraq həm nəqliyyat kommunikasiya əlaqələrinin güclənməsinə, həm də tranzit imkanlarının artmasına bir təkandır. Daşınan yüklərə bu partiyada 11 vaqon olmaqla ümumi çəkisi 1023 ton olan taxıl daxildir. Biləcəri böyük kəsik marşrutu ilə yola salınan yüklər Gürcüstan ərazisindən tranzit Ermənistana çatdırılacaq. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada 22 min tondan çox taxıl, 610 ton gübrə daşınıb. Həmin yüklər ümumilikdə 310 vaqon vasitəsilə təyinat nöqtəsinə çatdırılıb. Tranzit yüklərin daşınması ilə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü də davam etdirilir. 6 gün öncə 31 vaqon olmaqla 1984 ton dizel yanacağı Bakıdan Ermənistana yola salınıb. Xatırladaq ki, Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün bu ölkəyə 1220 ton 95 markalı avtomobil benzini göndərilib. Bu daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında imzaladığı qərara əsasən həyata keçirilir. Həmin qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb və bu istiqamətdə daşımaların həyata keçirilməsinə imkan yaradılıb. Rəşad Vəkiloğlu, Kənan Abdullayev, Space xəbər.